izləyək. Bax, burada zənnimcə toxunmadı topa Nogueira. Nə qədər bu epizod oyun epizodu hesab oluna bilər? Yerə mi atdı özünü Şaril Bolli? Yəni, əks fikir belə ola bilər hər halda. Yəni, bax, bu rakursdan məncə təması daha aydın görəcək. Belə, bütün rakurslardan izlədik demək olar ki, hər tərəfli. Əlbəttə, məşqçilərin fikirləri fərqli olacaq. Onlar maraqlı tərəflərdir. Və nəhayət indi Tural Qurbanovun da önündə açıldı bu epizod. Bir də bu rakursdan baxacaq. Oyunun baş hakimi. Və ətrafda olan futbolçular hərə öz ekspert fikrini səsləndirir. Gözləyək, gözləyək, bir qədər də gözləyək. Yekun qərarı. Bəzən belə olur. Məsələn, şəxsi fikrimə görə bu epizoda bu qədər baxmağa dəyməz, amma indi bəlkə Tural Qurbanov ümumiyyətlə penaltini ləğv etdi. Hər halda biz indi qərarı biləcəyik, sonra qərarın izahatını da verəcək Affanın. Bəli, penalti ləğv oldu. Bax belə, çox maraqlı. Və Affanın sarı vərəqə də ləğv olunur. Əlbəttə, Nogueira'ya verilən sarı vərəqə. Belə, maraqlıdır. Çox maraqlı olacaq şəxsən özümə. Affanın Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun bu epizodla bağlı şərhini izləmək. Hər halda bu epizodda mübarizənin qaydalar çərçivəsində olduğu bildirildi. Bu arada, yəni simulyasiyaya görə də heç bir vərəqə göstərilmədi. Belə, oyun davam edir. Hesab 3-0 Sabahın xeyrinə.